Gülümsə. Tam gülümsə, dişlərini görsənsin. Gülümsüyür, maylıqdır elə. Yaxşı, Şəkil bal lazım. çəkəndə dodağı belə qısıb şəkil çəkdirir. Pasiyentimiz Balakəndən bizə müraciət edib, 28 yaşı var. Uşaq ikən 1-2 yaşında dodaq əməliyyatından, yəni iki tərəfli xeyloplastika deyilən əməliyyat var. Anadan gəlmə dodaq yarığı olub. Həmin hər iki yarığın xeyloplastikası aparılıb. Təxminən düşür 26-27 il bundan qabaq, yəqin ki, bizim müəllimlər tərəfindən olunub, bilmədik hansı kim eləyib. Amma o dövrün də tələblərinə uyğun olaraq o dövr üçün normal sayılardı bu əməliyyat. Çünki o həmin dövrdə yadımızdadır ki, ketqutdan bir də ipək sapdan başqa bir şey yox idi. Ona görə də o dövr üçün bu normal idi. İndiki tələblərə görə artıq bu qüsur sayılır. Ona görə də təzədən həmin çapıqları və qüsuru aradan qaldıracağız. Çünki dodaq bağlanan zamanı bir tərəfdə qırmızı haşiyə yuxarıya doğru çəkilmiş olur. Ona görə də onu limber, qarşılıqlı limber uçbucaqları vasitəsilə həmin o hündürə qalxmış hissəni aşağıya yendirəcək və bir də çapıqları aradan qaldıracaq və çökəkliklər olan yerlər götürüləcəkdir. Artıq çertyoz hazırdır. İndi isə iynəsi vurub əməliyyata başlayacaq.